Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Salam, əziz və dəyərli tələbələrim. Biz sizinlə ərəb dilində 28 hərfi öyrənib başa çatdıq. İndi isə biz oxunuş qaydasını öyrənmək üçün hərəkələr haqqında məlumata nəzər salmalıyıq. Biz hərəkələri bilirik ki, 3 hərəkə vardır. Bu hərəkələr birinci növbədə fəthə, ikinci növbədə isə kəsra, üçüncü növbədə isə dammədir. Biz bu hərəkələrin vasitəsilə sözləri oxumağa başlaya bilərik. Fəthə ə səsini verir. Əlif üzərində ə şəkli görürük. Bu fəthədir və ə şəklini verir. Sonra B hərfinin üzərində fəthəni görürük və burada biz bilirik ki, B, yəni B oxunur. T, F, C, H. Əzizlər, nəzərinizə çatdırım ki, burada qalın hərflər qırmızı rənglə göstərilmişdir. Yəni, qırmızı hərflə olan hərflərin üzərində fəthə olarsa, bu zaman ə yox, A kimi oxunacaqdır. Məsəl, X. Sonra D, Z, Ra. Z, S, Ş, So. Baxın, qalın hərf. So, Do, To, Zo, Ayn, Qa. Ayn hərfi, yəni burada ayn ə kimi oxunur. Ə, Qa, Fə, Qa, Kə, Lə, Mə, Nə, Hə, Və, Yə. Sağ olun, bugünkü dərsimiz bura qədər. Gələn dərslərə qədər. Allah hər birimizə, Allahın razılığı olanlara addım atmağımıza ol qərarı versin. Amin inşallah. Amin.